Salam, əziz və dəyərli dinləyicilər. Mən bugün sizə İskəndərnamə poemasının ardını oxuyacağam. Təhlillə bərabər əsas məqamlara toxunacağıq. Qeyd edeyim ki, 16-cı səhifəyə qədər olan hissəni bundan əvvəlki videoda yerləşdirmişəm. Oradan baxa bilərsiniz. Başlayaq. İskəndərin rusları məğlub etməsi. Keçən günlər kimi yenə İskəndər ordunu bəzədi, düzüldü əskər. O geniş çöllərdə böyük tacıdar, ordudan dağ kimi çəkdi bir hasar. Bərkitdi hasarın sağ-sol qolunu, poladla tozun da kəsdi yolunu. Qürurla ruslar da o biri yandan ordunu sazladı, bəzəndi meydan. Deməli, buradan məlum olur ki, ruslarla döyüşə hazırlaşır. Kim? İskəndər. Rusların canları kinlə gürlüyür. İntiqam odundan beyin qaynayır. Nizənin, qılıncın şimşəklərindən başdan ağıl çıxır, əllərdən yüyən. Dağların beynini süpürmüş yaylar, ordular üstündə oxlar vıyıldar. Yollarda o qədər tökülmüşdü can, məhşər bazarına dönmüşdü meydan. Ruslar hər tərəfdə göstərir hiddət, Rumların başına açır qiyamət. Deməli, burada ruslarla Rumların savaşından söhbət gedir. Soxulmuş Rum ilə Rus bir-birinə bənzər ağ, qırmızı, donlu gəlinə. Bir tərəfdə ağlar, bir tərəfdə qırmızılar. İskəndər meydanda qızmış aslandı, o əli silahlı bir pəhləvandı. Meydanda bağırır necə bir aslan, zirehli fil necə oxuyur meydan. Şah haman fil ilə aslana bənzər, filin də, şirin də yolunu kəsər. Deməli, biz İskəndərin kənarda yox, məhz döyüş meydanında olduğunu görürük. Hansı ki, əskərlərlə bərabər özü də vuruşur, özü də bu döyüşdə iştirak edir. Daha sonra şah haman fil ilə aslana bənzər, filin də, şirin də yolunu kəsər. Hər qılınc tutana vurunca nərə, başını qılıncla salırdı yerə. Baxın, burada başını qılıncla salırdı yerə. Yəni, İskəndər özü də vuruşur. Padşaha üz verdi səadət, zəfər, əzdilər qıntalı, üstün gəldilər. Deməli, Ruslar məğlub olurlar, Rusların üzərində qələbə çalırlar. Kim? İskəndərin qoşunu, yəni Yunanlılar. Bu son şanlı zəfər gəlincə ələ düşməni oynatdı bir həmlə ilə. Qaçmağa başladı basılan yağı. Deməli, Ruslar qaçmağa başlayır. Dünya İskəndərə verdi şahlığı. Fil bədən əl atdı uzun kəməndə, qıntalın başını keçirdi bəndə. Ruslardan kin ilə tökdülər çox qan, çox oldu tutulan, ölən, asılan. Çox can baş itirən qırmızı ruslar, qırmızı rəngini itirdi naçar. Deməli, qırmızılar kim idi? Ruslar idi. Bayaq qırmızılarla ağları vermişdilər ki, bir-birinə girmişdilər ağ və qırmızı. Deməli, qırmızılar kim olub? Ruslar olub. Bəs ağlar isə Yunanlılar. Yunan deyirəm, yəni Rumlar. Ruslardan Bursatın aslanlarından əsir düşdü 100 min qılınc oynadan. Bursatın aslanlarından. Qalanlar yem oldu ac qılınclara, fitnəyə ölümdən başqa yox çara. Soyulmuş, talanmış azca bir miqdar salamat qurtarıb geri qaçdılar. Deməli, döyüşürlər və döyüşdən bir hissəsi, əskərlərin bir hissəsi salamat qurtara bilirlər və geri qaçırlar. Yəni, artıq döyüş görürlər ki, məğlub olublar və geri qaçırlar. O qədər qənimət aldı İskəndər, olmadı sayını bilən bir nəfər. Hədsiz qızıl, gümüş, xəz, inci, gövhər, tövlələr dolusu canlı dəvələr. Deməli, baxaq görək İskəndər nələr ələ keçirdib. Hədsiz qızıl, gümüş, xəz və inci ilə gövhər. Həmçinin tövlələr dolusu canlı dəvələr. Baxın, dəvələr ələ keçirib, dəvələr. Qızıl, gümüş, xəz, inci, gövhər və bir də canlı olaraq dəvələr. İskəndər düşmənə çalınca zəfər, işləri oldu şux, lövhədən dilbər. İndi öz atından zəfərdir deyə, bildi ki, qovuşmuş bütün diləyə. Üz sürtdü torpağa, dedi, ey rəhbər, mən qara torpağam, səndədir zəfər. Dedi, haqq vermiş bu böyük zəfəri, yoxsula payladı xəzinələri. Deməli, qazandığı o xəzinəni yoxsullara paylayır. Dünya boşalınca kinli düşmandan, dincəlmək fikrinə düşdü hökmran. Aha, bir saniyə.
Artıq burada dincəlmə fikrinə düşür. İndi isə növbəti hissəyə keçirik, Nüşabənin xilas edilməsi. Qeyd edeyim ki, bu oxuduğumuz hissə şərəfnamədəndir. Hələ İqbalnaməyə keçməmişik və şərəfnamənin İqbalnamədən fərqi ondadır ki, şərəfnamədə daha çox bir növ İskəndərin doğulması, həyatı, hansı ki onun döyüş səhnələri, şahlığa ucalması, ancaq İqbalnamədə isə artıq onun elmə, savada, necə deyirlər, alimliyə, peyğəmbərliyə ucalması məqamını biz görmüş oluruq. Daha çox elmlə məşğul oluruq ikinci hissədə, yəni İqbalnamədə. Amma şərəfnamədə isə bir növ belə deyək də hökmran olmaq üçün döyüşləri, onun mübarizələri, bax bunlar təsvir olunur. Və gəldik bu hissəyə Nüşabənin xilas edilməsi. Elə ki, Feyləqus oğlu İskəndər dincəldi, üzünə gülüncə zəfər. Döyüş bitib, dincəlib, o yerdə aradı elə bir məkan, oturan kəslərə verməsin ziyan. Yəni, elə bir yer axtarırdı ki, orada oturanlara ziyan verməsin, əziyyət verməsin. Ağacı tubadan olsun sevimli, süsəndən sərt olsun onun dili. Otunun dili daha doğrusu. Axan saf çeşmələr versin səs-səsə, içimi mey kimi, mey halal isə. Ətəyi yamyaşıl, ormanlığı, hər yandan bürünmüş budaq-budağı. Bu suda, havada pərvəriş edən hər ağac uzundur 50 ərəşdən. Bu yəqin ki, say vahididir. Miqdar, yəni məsələn bir ağac, bir qarıc bu kimi. Belə yer keçincə ələ tacidar, tutdu bu mübarək bucaqda qərar. Tanrının şükrünü edincə tamam, məclisi bəzədi, ələ aldı cam. Xoş nəğmə, dadlı mey edincə əsər, o bahar buludu yağdırdı gövhər. Ordunun çalışqan böyüklərinə xalvarla dağıtdı ipək xəzinə. Deməli, burada ordunun çalışqan böyüklərinə nə paylayır? İpək paylayır, bir də xəzinə paylayır. Həm də xalvarla. Yəni, daha geniş, belə deyək, kisələrlə. Qızıl paylamaqdan daşdı var dövlət, hamıya yenidən payladı xələt. Yenidən xələt paylayır. Qəlb açan quşların oynağı olan bu yeri bəyəndi böyük hökmran. Dünyada alırdı çalğı meyləkam, çərx ona baş əyib verirdi salam. Şərabdan o sərxoş olduğu zaman üzü rəng alırdı gül rəngli sudan. Rusların şahını çağırtdı bir də, oturtdu onu ən layiqli yerdə. Deməli, Rusların şahını çağırır və onu ən layiqli yerdə oturdur. Zənciri açdırdı o uca şövkət. Verdi saf qızıldan toxunmuş xələt. Deməli, ona qızıldan toxunmuş bir xələt verir. Ürəkdən bir bəndə oldu padşaha, öz keçmiş kinini unutdu daha. Zindandan buraxdı bütün əsiri, xələtlə ucaltdı, açdı zənciri. Ruslara əmr etdi, gəlsin Nüşabə. Onsuz əl vurmadı gülgün şərabə. Deməli, əmr edir ki, Nüşabə gəlsin. Padşahın əmrinə tələsdi ruslar, günəşin yanında ay tutdu qərar. Burada günəşin yanında ay tutdu qərar dedikdə, günəş İskəndər, ay isə Nüşabə deyə nəzərdə tutulub. Gəldilər zülmdən solmuş gözəllər, bəyənmiş olduğu bir dəstə dilbər. Nüşabə bəzəndi şux geyimlərlə, döndü ilk baharda açılan gülə. İskəndər talandan saçdı xəzinə. Təzədən bir gəlin bəzədi yenə. Kamınca mey içdi bir neçə gecə. Bəxtiyarlıq günü sona yetincə. Verdi dəvalıya qızın əlini, nikahla bağladı ona gəlini. Bu mübarək ayın yetincə başa, verdi çox xəzinə, tutdu daş qaşa. Şövkətlə göndərdi yenə Bərdəyə, o gözəl ölkəni ucaltsın deyə. Deməli, Nüşabəni Bərdəyə göndərir. Ölkəni təmirə sərvət, mal verdi, yol xərci bir yana çox cəlal verdi. Deməli, həm ölkəni təmir etmək üçün, yəni Bərdəni təmir eləmək üçün ona sərvət, mal verir, həmçinin ona çoxluca cəlal verir. Elə ki, işlərə verdi intizam, etdi igidlərə böyük ehtiram. Verdi Rus şahına yenidən tuğ, tac, ancaq əmr elədi, göndərsin xərac. Deməli, ona həm taxt yox, daha doğrusu, tuğ, tac verir, yəni ona belə deyək, dəyərli, qiymətli əşyalar verir. Ancaq bunun qarşılığında nə deyir? Deyir ki, xərac göndərsin.
Öz doğma yurduna, məsələn, sual düşə bilər ki, ruslarla döyüşdə rusların hökmdarını öldürübmü? Xeyr. Baxın, görürsüz, burada onu gətirir, zindana salır, sonradan çıxardır, ona hətta süfrədə ən yaxşı yerdə otuzdurur, daha sonra ona tac verir, tuğ verir və onu öz ölkəsinə göndərir. Ancaq deyir ki, neynəsin? Mənə deyir, xərac göndərsin. Öz doğma yurduna dönüncə ruslar, Qıntal öz taxtında oldu bəxtiyar. Qıntal artıq taxtın başına keçir. Bir daha çıxmadı onun əmrindən, hər zaman yad etdi şərab içərkən. O yaşıl çəməndə hər gün tacıdar, gah şənlik qurur, gah edirdi şikar. Uca sərv altında çalğı səsi ilə, qədəh qaldırırdı ney naləsi ilə. Könlü şad olduqca çox şənlənirdi, o coşqun ürəyi fərəhlənirdi. Padşahlıq, şən tale, ömür gönçə gül, ne üçün şad olmasın belə bir könül? Və gəlirik növbəti isə İqbalnaməyə. Qeyd edeyim ki, İqbalnamə bayaq da qeyd elədiyim kimi İskəndərin artıq döyüş səhnələri yox, burada İskəndərin daha çox elmə yiyələndiyi hissələri görürük. Bir növ həyatı dərk elədiyi, biraz daha çox müdrikliyə doğru addımladığını görürük. Kitabın başlanması. Bir dəfə dünyanı səyahət edən İskəndər keçərək neçə ölkədən gəlib öz yerinə, yurduna çatdı. Doğma vətənini nurla parlatdı. Ağıl hər bir sirrə yol tapsın deyə o verdi fikrini elmə, biliyə. Deməli, burada elmə, biliyə yiyələndiyini görürük. İstər Rum elində, istər Yunanda, dünya dillərində nə var cahanda. Bu yurdu tərcümə edilsin bütün bilik xəzinəsini doldurmaq üçün. Deməli, burada həm Rum, həm Yunan, həm də digər dillərdə olan kitabların tərcüməsini elətdirir və bütün elmlərə yiyələnmək üçün onları tərcümə edib oxumaq istəyir. Bilik xəzinəsini doldurmaq üçün. Dür yığdı elmi üçün bir-bir hər yandan, bunlardan yaratdı böyük bir ümman. Əmr etdi, verildi belə bir fərman, alimdir gözümdə ən əziz insan. Deməli, onun gözündə ən əziz insan kim idi? Alim idi ki, onun gözündə ən əziz insan idi. Elmlə, hünərlə başqa cür heç kəsə üstünlüyü eləyə bilməz. Bu da əsas məqamlardan biridir. Hansı ki, bugün də işlətdiyimiz belə deyək, dəyərli fikirlərdən biridir. Elmlə, hünərlə başqa cür heç kəsə üstünlüyü eləyə bilməz. Rütbələr içində seçilir biri, hamıdan ucadır alimin yeri. Deməli, alimin yerini hamıdan uca hesab edir. Belə qərar verdi yanında, ancaq hər kəs öz elmi ilə bir yer tutacaq. Hamı elmə, fənnə elədi rəğbət, çünki elmə təşviq edirdi dövlət. Bax, belə bir şey deyək. Deyir ki, hamıdır elmə, fənnə elədi rəğbət, çünkidir elmə təşviq edirdi dövlət. Yəni, dövlətin standartları, meyarları nədir? Elmli olmaq, savadlı olmaq. Məhz bu standartlara, bu meyarlara uymaq üçün də mütləq, belə deyək, yüksək vəzifə tutmaq üçün nə etmək lazım idi? Oxumaq, elmli olmaq lazım idi. Elmə qiymət qoydu böyük hökmran, elm ilə ucaldı dünyada Yunan. Deməli, Yunanlar elmlə ucalır. Qoymazdı o zülmə, verməzdi imkan, saxlardı dünyada daim bir mizan. Qocalar, cavanlar, uşaqlar üçün açıqdı qapısı onun bütün gün. Deməli, qocalar, cavanlar onun hüzuruna rahatlıqla gedə bilərdi. Özünə düzlüyü eləyib şüar, o 7 ölkəyə oldu hökmdar, 7 ölkəyə. Tədbir soruşardı iş bilənlərdən, odur ki, olmuşdu özü iş bilən. Baxın, tədbir soruşardı iş bilənlərdən. Yəni, bəzi, məsələn, insanlar var, mən heç kimə ehtiyacım yoxdur, öz fikirlərim özümə bəsdir deyib, belə deyək, heç kimin fikrinə qulaq asmır. Amma görün, nə qədər böyük bir insandır ki, hətta başqalarına nə edir? Məsləhət alır. Və İskəndərin peyğəmbərliyə yetişməsi. O dünya padşahı böyük İskəndər, uca ulduzlara, o uca rəhbər. Elmdə o qədər oldu ki, pərgar, əqli hər müşkülə saldı bir açar. O, Rumun, Yunanın alimlərindən hər elmi öyrəndi möhkəm dərindən. Daha ulduzları göydə güdmədi. Baxın, daha ulduzları göydə güdmədi. Tamam başqalaşdı onun məqsədi. Bu nə deməkdir bu cümlə? Yəni,
Münəccimlər və yaxud da fala baxanlar nə edirdi? Ulduzlara baxıb bir rəy bildirirdi, amma artıq ulduzlara da ulduzlara artıq inanmırdı. Yəni necə deyə, hər şeyin təməlini elmdə görürdü. Hər hansı nəyinsə bir açıqlamasını elmi cəhətdən artıq araşdırırdı. Daha deyir, ulduzları göydə güdmədi, tamam başqalaşdı onun məqsədi. Başından lovğalıq tacını atdı, öz başı Allahın tacına çatdı. Qasiddən peyğamı qəbul elədi. Qasid nə idi? Elçi idi. Peyğamı qəbul elədi, Allaha biz müti bəndəyik dedi. O gündən hazırlıq gördü səfərə, əsla baş qoymadı başqa işlərə. Kənar məşğələdən uzaq olaraq səfərə tədarük görürdü ancaq. Mələk gətirmişdi ona xoş xəbər, əlavə olaraq yenə İskəndər. Tədbirlər öyrəndi hər bir alimdən, çatar məqsədinə çox tədbir bilən. Nəsihətnamə də keçirdi ələ, yazdırdı ipəyə qara müşkilə. Deməli, nəsihətnamə onun əlinə keçir və yazdırdı ipəyə qara müşkilə. İpəyin üzərinə həmin o nəsihətnaməni yazdırır. Ərəstun oldu ilk naməni yazan, o xəbər verirdi yaxşı yamandan. Deməli, o ipəyin üzərində ilk olaraq kim yazır? Ərəstun yazır. O xəbər verirdi yaxşı yamandan. İkinci naməni bildiklərindən Əflatun yazmışdı duyub dərindən. Deməli, ikincisi isə Əflatun yazır. Üçüncü xəzinə Sokratdan idi. Qiymətli gövhərlə doluydu içi. Sözlər bir-birinə rəbt edilərək 3 nəsihətnamə tamama yetəcək. Deməli, burada 3 nəsihətnamə yazılır. Birincisi Ərəstun, ikincisi Əflatun, üçüncüsü isə Sokratdan idi bu namələr. Və 3 nəsihətnamə tamama yetəcək. Padşah mühürlədi bunları o dəm. Səhmanla bağlayıb saxladı möhkəm, tədbirə ehtiyac duyduğu zaman. Açıb oxuyardı bir-bir onlardan. Deməli, alimlərin hər birinin öz fikirləri var ki, bu fikirlər həmin o nəsihətnamədə öz əksini tapırdı və ehtiyac olduğu təqdirdə İskəndər bu məsləhətlərdən, bu fikirlərdən yararlanırdı. Və İskəndərin peyğəmbərliyi səfərinə çıxmasından danışaq. Allahın hökmü ilə böyük İskəndər vəh alıb elə ki, oldu peyğəmbər, dövlət divanından pozdu adını, zəhmət divanına yazdı adını. Deməli, dövlət divanından, yəni hökmranlıqdan artıq öz adını pozur, zəhmət divanına yazdı adını, yəni belə deyək, cəmaata qarışır. Əmr etdi bacını Rum ilə Rusun, yazsınlar adına İskəndər Rusun. Əmr etdi bacını Rum ilə Rusun, yazsınlar adına İskəndər Rusun. Getmədən tərk etdi təxti oğluna, tapşırdı anası göz olsun ona. Deməli, özü gedir səfərə çıxır və taxtı kimə tapşırır? Oğluna tapşırır və anası göz olsun deyə, göz qulaq olsun deyə anasına da nə edir? Tapşırıq verir. Vəsiyyət etmək üçün gələrək dilə, əziz anasına söylədi belə. Gedirəm bu xalqla et yaxşı rəftar, qoy səndən həmişə razı qalsınlar. Deməli, anasına vəsiyyət edir. Nə deyir? Deyir, gedirəm bu xalqla et yaxşı rəftar elə, qoy deyir, həmişə səndən razı qalsınlar. Ata tək bu xalqı himayənə al, anasan, ana tək dərdlərinə qal. Mən yola çıxmağa duydum zərurət, qalır təxtim, tacım sənə əmanət. Yollarım uzundur, mənzillərim çox, bilməm dönəcəyəm geriyə ya yox. Yəni, bilmirəm geri dönəcəm yoxsa yox. Elə et, qayıtsam əgər səfərdən, xəcalət çəkməyək nə mən, nə də sən. Yox, əgər dönməyim olmasa qismət, huşyar ol, xoş gəlsin ta ki aqibət. Elə et ki, haqqın məhkəməsindən dilin tutulmasın, xəcil olmasan. Bütün sözlərini deyib İskəndər, qoyub təxti, tacı eylədi səfər. Əmr etdi bir anda bütün Rum və Şam, qoşunu önündə cəm olsun tamam. Fərmanında olan bütün qoşundan yol üçün ayırdı 100.000 pəhləvan. Deməli, 100.000 pəhləvan ayırır. O Məqduniyyətdən yola düşərək İskəndəriyyəyə gəlib çatan tək, ilk əvvəl yolunu məğribə saldı, Misrə gəlib orada 2 gün qaldı. Gəlin bunları bir
təhlil edə oxuyaq. Deyir ki, o Məqduniyyətdən yola düşərək. Hardan yola düşür? Məqduniyyətdən yola düşür. İskəndəriyyəyə gəlib çatır. İskəndəriyyəyə gəlib çatır. İlk əvvəl yolunu məğribə salır, məğribə. Misrə gəlib orada 2 gün qaldı. Daha sonra isə Misrə gəlir. Sonra çıxıb oradan qəlbində dilək, Allahın əmrinə əməl edərək. Bir xeyli yol gedib, dərələr keçdi, ötüb zəmiləri çölə yetişdi. Deməli, birinci Məqduniyyətdən çıxdı, daha sonra İskəndəriyyəyə gəldi, daha sonra məğribdə yolunu məğribə saldı və Misrə gəldi. Allahın əmrinə əməl edərək bir xeyli yol gedib, dərələr keçdi, ötüb zəmiləri çölə yetişdi, məqsəddən dəstə ilə bir neçə adam. Məqsəddən, məğribdən çıxdı, Məqdəsə gəldi. Məqsəd deyirəm mən də, Məqdəsə. Bircə saniyə, Məqdəs. Məqdəsdən dəstə ilə bir neçə adam hakimin zülmünə etməyib davam. Yolda düzüldülər o qadir şahdan, belə dilədilər mərhəmət, aman. Deməli, Məqdəsdən dəstə ilə adam gəlir yanına, bu da Misirdədir. Və hakimin zülmünə etməyib davam, yolda düzüldülər o qadir şahdan, belə dilədilər mərhəmət, aman. Pak etdin dünyanı sən ey hökümdar, gəl bu pak evi də paklığa çıxar. Ucalt bayrağını şəhərimizdə, yox et bədxahları dincələk bizdə. O paklar yurdunda var bir əhrimən, Allah dostları ilə düşməndir düşmən. Deməli, Məqdəsdə bunun qarşısını kəsir bir neçə adam və deyir ki, bizə kömək elə, hökümranlarına razı deyirlər. Müqəddəs binada itaətkarlar olub o zalımın zülmündən bezar. Yəni, bu əhrimən dedikləri həmin o ölkənin, belə deyək, şahı deyək, hökümranıdır yəni və ondan razı deyirlər və İskəndərdən kömək istəyirlər. Müqəddəs binada itaətkarlar olub o zalımın zülmündən bezar. Tərk edib sitayiş yolunu hakim, bütün din əhlinə zülm edir daim. Deməli, din əhlinə zülm edir. Başını dik tutub tökür nahaqdan, çoxunun başını kəsib nahaqdan. Hamımız qorxuruq o əhriməndən. Əhrimən də bilirsiniz ki, pis mənasını verir. Divlər qənimsən, dada yetişsən. İskəndər onları belə görən tək, o göz yaşlarına rəhm eləyərək, əsla incimədi fəryadlarından, çatdı məzlumların dadına o an. Dinləyib onların fəryadını, Beytül Müqəddəsə sürdü atını. Deməli, Beytül Müqəddəs yeni bir yerdir. Beytül Müqəddəsə deyir, sürdü atını. Bu vaxt hər tərəfdən, dağdan, dərədən ədalət səsini eşidib düşmən tədarük görərək döyüşə çıxdı. Deməli, o, İskəndər hara gəlir? Beytül Müqəddəsə gəlir. Və bu vaxt hər tərəfdən, dağdan, dərədən ədalət səsini eşidib düşmən tədarük görərək döyüşə çıxdı. Bilmirdi ki, şahın bəxti açıqdır. İskəndər vuraraq ona şəbxunu, yol kəsən ağzının kəsdi yolunu. Onu zalim görüb qanını tökdü, Qüdsün qapısından çarmıxa çəkdi. Qüdsün, deməli, qapısından çarmıxa çəkdi. Carçılar bir neçə müddət çəkib car, elədiyi zülmü bir-bir saydılar. Dedilər, bu evə zülm etsə hər kəs belə aqibətdən qurtara bilməz. Beytül Müqəddəsi nizama saldı. Sonra da məğribə tərəf yol aldı. Deməli, yenidən məğribə qayıdır. 6 ay yol getdi sonsuz çöllərdən. 6 ay yol gedir. Qoşun təngə gəldi axır səfərdən. O, fil ayağı ilə səhralar keçdi. Deməli, fil ilə çıxmışdı. Nilin sahilinə gəlib yetişdi. Misirə gəlir, çıxır. Quru qumluqları keçib ötürdü. Axırda yamyaşıl bir təpə gördü. Təpənin ətrafı uca dağlardı. Mina tək yamyaşıl, daha doğrusu üzürlü sayın, mina yox, mina tək. Yamyaşıl daşları vardı. Bu daşlar kəsmişdi çıxacaq yolu, yol gedən azardı, orada sağ, solu. Zillətlə qalxsaydı biri zirvəyə, orada unudardı əziyyətləri. Keçərdi o üzə, dönməzdi geri. Ora neçə nəfər oldu sərəvan, olmadı bir nəfər geri qayıdan.
Yəni kim gedir, geri qayıtmır. Yığdı alimləri yenə İskəndər. Görək nə məsləhət bilir. Bu işə bəlkə bir çarə etsinlər. Dedilər, yaramaz təklikdə getmək. Ora çıxanlar cüt olsun gərək. Birbaşa çıxmaq da ora çətindir. Yolda dincəlsinlər 10 addımda bir. Təpəyə yetişib dayansın onlar, sonra tədbirləri işə salsınlar. Heyrətə düşməsin deyə gözləri, o üzə tədriclə baxsın hər biri. Nəticə vermədi bu son tədbir də, yığdı alimləri İskəndər bir də. Düşünüb verdilər belə bir qərar. Hünərli, vicdanlı bir şəxs tapsınlar. Necə bir şəxs? Hünərli və vicdanlı. Dünya görmüş olsun, yazmaq bacarsın. Gedəndə qələmlə kağız aparsın. Götürsün yanınca əziz oğlunu, dərd qəmdən qorusun övladı onu. O dağı çıxdıqda oğlu da hər an gərək təqib etsin onu arxadan. Qayıda bilməsə o kişi əgər, oradan övladına eyləsin xəbər. İşdir, heyrətindən dili tutulsa, danışa bilməsə, qəfil lal olsa. Yazar gördüyünü verər oğluna, çünki varlığı ilə bağlıdır ona. Həmin sifətlərə malik cəld qıvraq bir qoca tapdılar soraqlaşaraq. Yollandı dağlara qocayla cavan. Sanki balasıyla getdi bir aslan. O günün sabahı, günorta çağı, gənc igid qayıdıb gəldi aşağı. Deməli, gənc aşağı qayıdır, bükülü naməni möhkəm tutaraq. Artıq qoca namə yazıb verib, baş əydi padşaha, rəngi ağappaq. Şah alıb oxudu, belə idi yazdı, görək nə yazılmışdı. Məni bezdirmişdi yolların tozu. Aha, bu namədəkilərdir. Lap cana gəlmişdim, qorxurdum yaman. Sanki cəhənnəmdir bu yolda hər yan. Elə bil həyatın asılır tükdən. Canından əl üzər bu yolun gedən. Bu yollar çətindir, incədir, tük tək. Buradan mümkün deyil geriyə dönmək. Sarp qaya üstünə gəlib çatarkən, darısqal yollardan təngə gəldim mən. Baxdıqca keçdiyim qorxunc yollara, qəlbim sıxıntıdan gəldi zinhara. Bu tayın yolları düzdür, hamardır. Hər yana baxırsan, yaşıl bağlardır. Boldur gül çiçəyi, suyu, meyvəsi, gəlir hər tərəfdən quşların səsi. Havası təmizdir, qəşəngdir hər yan. Belə yurd arzular Allahdan insan. Havası tərtəmiz, ətir qoxulu. Gözəl torpaqları çeşməli sulu. Çeşmələr, bulaqlar verib əl-ələ, bunlardan böyük çay gəlib əmələ. Bu yanda bəzəkli, gözəl bir həyat. O yanda azğınlıq, düşkünlük, fəryad. Yəni, burada bir növ görürsünüz, sanki bu dünya ilə o birisi dünyanın fərqini bizə çatdırır. O tərəf cəhənnəm, bu tərəf gülşən. Yəni bizim olduğumuz dünyanı cəhənnəm adlandırır, qocanın keçdiyi o birisi dünyanı gülşən adlandırır. Dönməz cəhənnəmə heç kəs behişdən. Bir də ki, gəlmişik gör hardan hara. Baxıram keçdiyim qorxunc yollara, belə gözəl yerdən kim dönər geri? Keçər o dəhşətli qorxunc yerləri. Mən getdim, səlamət olsun görüm şah. Mən şadam, sizi də şad etsin Allah. Şah gizli sirlərdən oldu xəbərdar, qoşunu tez etdi o yerdən kənar. Heç kəsə demədi oxuduğunu, qorxdu ki, hamısı tərk edər onu. Yəni qorxur ki, bunu qoyub gedərlər həmin o yerə. O tozlu yollarla səfər edirdi. Zamanı arxada qoyub gedirdi. Bu yolda heç nəyə meyl etməyərək qəlblərdən tozları silirdi yeltək. Dostların könlünü oşad edirdi, yadlara həqiqi din öyrədirdi. Yolun yarısına çatıb İskəndər, vəhşilər gördü ki, insana bənzər. Deməli, yolun yarısına çatanda insana bənzər vəhşilərlə qarşılaşır. Bunlar çöl əhli idi, qırdan da qara. Yaşayış yerləri kaha, mağara. Onlardan soruşdu bu çöllərdən siz, sərgüzəşt əfsanə nə bilirsiniz? Deyin, sizdən başqa varmı yaşayan? Bu çöldə ya əhli, ya vəhşi heyvan? Onların cavabı şaha bu oldu. Az olur bu çölün suyu, buludu, bu susuz səhrada yaşayırıq biz. Deməli, bu çöllərindir suyu, buludu az olur, yəni yağıntı olmur, quruluqdur. Bu susuz səhrada yaşayırıq biz. Səhranın ovudur yediklərimiz. Yalnız ovçuluğa etmişik peşə,
deməli ovçuluqla dolanırlar. Ömrümüz heyvan tək keçir həmişə. Yeyərik nə etsək bu çöldə şikar, tüklərdən dərindən geyərik paltar. Burada nə atəş, nə də ki su var, odu günəş verir, suyu buludlar. Odu günəş verir, suyu buludlar. İşıqlı gündüzlər göyün günəşi bizə əvəz edər odu, atəşi. Şeh düşüb havanı nəm edən zaman nəfəslə alırıq suyu havadan. Bu çöldə belədir məişətimiz, belədir işimiz, vəziyyətimiz. Bir də soruşdunuz deyək bir qədər, bu çöldə kimlər var, necə ömr edər? Bu odlu səhralar dəhşətdir, dəhşət. Bir quş da uçmağa etməz cəsarət. Dəstə-dəstə vəhşi adamlar yaşar, heç kəslə ünsiyyət bağlamaz onlar. Bir gündə onların getdiyi qədər biz getsək inan ki 2 ay çəkər. Deməli, başqa bir insanlar başlayırlar özlərinə məlumat verməyə. Bir də digər dəstələrdən belə deyək məlumat verirlər. Deyir ki, bu çöldə deyir, kimlər var, necə ömür edər deyir, bunlardan danışır. Bu odlu səhralar deyir, dəhşətdir, dəhşət. Bir quş da uçmağa deyir, cəsarət etməz. Dəstə-dəstədir, vəhşi adamlar yaşayırdır burada və heç kəslə ünsiyyət saxlamırlar. Bir gündə deyir, onların getdiyi qədər biz getsək, inan ki deyir 2 ay çəkər. Yəni onların deyir, getdiyi yolu biz 2 aya gedərik. Onlardan birisi düşmüşdü ələ, soruşub bir təhər, gətirdi dilə. Necə edirsiniz susuzluğa tab? O bizə nifrətlə vermişdi cavab. Su bizə zəhərdir, su içməz heç kəs. Bizə suyu hava eyləyər əvəz. İlan tək heç kəsə yovuşmarıq biz. Kərtənkələlərdir yediklərimiz. Deməli, kərtənkələlərlə qidalanıblarmış. Sizdən ki bir fayda yoxdur bizlərə. Ne üçün boyun əyək sizə boş yerə? Yemək, yatmaq vaxtı yenə bir təhər. Onlardan gizlincə almışdıq xəbər. Bu sonsuz səhranı, susuz çölləri gəzib görübsünüz siz çoxdan bəri. Söyləyin, kim görüb başqa zihayət? Varmı bu çöllərdə başqa məxluqat? Onlar cavab verib, bu çölü dağı axtarıb gəzmişik yaxın, uzağı. Ahu tək biz qaçdıq illər uzunu. Tapmadıq səhranın ancaq sonunu. Bizə rast gəlmişdi başqa çöllülər, onlardan soruşub tutmuşduq xəbər. Görəsən bizlərdən başqa yaradan, burada yaratmışmı başqa bir insan? Onlar deyiblər ki, çox uzaqlarda, günəş ziyasına həsrət diyarda, müşk meyvəsi kimi bircə şəhər var. Orada ağ bədənli insanlar yaşar. Gözəl, xoş xasiyyət, üzləri gülər. Onlar 500 ildən artıq ömr edər. Deməli, deyir ki, çox uzaqlarda, günəş ziyasına həsrət diyarda, yəni belə deyək də, günəş o qədər də olmur. Günəşə həsrət olan bu diyarda müşk meşəsi kimi bircə şəhər var və orada deyir ağ bədənli insanlar yaşayır. Gözəldilər, xoş xasiyyətlidirlər. Onlar 500 ildən artıq ömr edirlər. 500 yox, lap 1000 il yaşasalar da qocalıq əsəri olmaz onlarda, yəni qocalmazlar. Onların halına yanıb İskəndər cürbəcür nemətdən verdi bir qədər. Qayda qanun qoydu, ayin öyrətdi, onlara haqq dinə hidayət etdi. Düzgün nişanlarla bilmək üçün yəqin yolunu soruşdu məchul yerlərin. Gördülər İskəndər çox şəfqətlidir, insaflı, qayğıkeş, mərhəmətlidir. Eyləyir onlara ürəkdən kömək, dedilər biz də bir xidmət göstərək. Torpağı od, atəş, küləyi zəhər, səhradan çıxmağa yol göstərdilər. İskəndər vaxt baxmaqdan yola, oradan atını çapdı 4 nala. Və gəlir İskəndərin şimala çatması və Yəcuc səddini bağlaması. Yayın ən şiddətli isti çağında, daşmama dönəndə gün qabağında. İskəndər gözündən qovub yuxunu, istədi xırxıza çəksin qoşunu, hara xırxız. Şah vida eylədi Çin xaqanına və xəzinəvar dövlət bəxş etdi ona. Yola rəvan oldu, Çini tərk etdi, qoşunu səhraya doğru yönəltdi. Bəxtinin təblini çaldırıb yenə yetişdi məşriqdən şimal həddinə. Məşriqdən şimal həddinə gəlir. Keçdi o çöllərdən, axan qumlardan, nə uçan quş gördü, nə də bir insan. Qarşıda parlayan düzənlik vardı. Qumları nur saçar, par-par yanardı.
Bələdçi dedi ki, burada gördüyün qumlar başdan başa gümüşdür bütün. Buradan sən o qədər götür xəzinə, qoşunu salmasın yolda çətinə. Qoşundan bilməsin bunu bir nəfər, ağır yük götürüb əldən düşərlər. Şahınsa çox idi saf qızılları, odur ki, baxmadı gümüşə sarı. Yəni, onu maraqlandırmırdı da, yəni özündə zaten çox idi. Ancaq ki, neyləsin, güc gəldi tamah, bir neçə dəvəni yüklətdi padşah. Yel kimi keçsə də yolu çaparaq, qalxmırdı havaya nə toz, nə torpaq. Bir həftə qonmadı toz paltarlara, çünki başdan başa gümüşdü ora. Deyərdim bu yerlər iki hissə idi. Torpağı gümüşdü, suyu civə idi. Deməli, torpağı gümüş, suyu civə. Nə gümüş üstündə dincəlmək olar, nə civə su kimi içməyə yarar. Bir ay yol getdilər onlar bu sayaq, öldü susuzluqdan bir çoxu ancaq. Gümüşlü çöllərdən keçərək yenə gəlib yetişdilər vətənlərinə. Düşdülər torpağa yorğun natəvan, torpaqda dincələr, torpaqdan olan. Gördülər qarşıda bir düşərgə var, zülmətdə günəş tək par-par parıldar. Qabaq qarşı duran, dağda bir qala tutmuşdu başını göyə vüqarla. Qala arxasında bir dağda vardı, belində kəməri sarp qayalardı. Orada Peyğəmbərə etməyib beyət, bir tayfa yaşardı sakit, səlamət. Onlar ilham alıb böyük Tanrıdan, özləri olmuşdu Allah tanıyan. Onlar İskəndəri pak sifət görəcək, qəbul elədilər bir Peyğəmbər tək. Deməli, heç bir Peyğəmbəri qəbul etməyən tayfa, bu tayfa onu qəbul edir. Bileyli, adil bir hökümdar kimi qəlbləri bəzədi onun təlimi. İskəndər onlara haqqı göstərdi. Din, bilik, mərifət çox şeylər verdi. Şahı mərhəmətli, qayğıkeş görcək, açıb dərdlərini umdular kömək. Ey qəlbi şəfqətli, aqil hökümran, müti qullarına gəl ol pasiban. Bu dağdan o yana vardır bir diyar, sonsuz bir səhradır, sərt qayalıqlar. Oranı yacucular etmişlər məskən, yacucular. İnsana bənzərlər, divdirlər əslən, divdilər. Şir tək almazcaynaq, sərt dəmir ürək, hamısı xaindir, yırtıcı qurd tək. Təpədən dırnağa tükləri biz-biz. Üzürlü sayın, təpədən dırnağa tükləri biz-biz, yoxdur üzlərində burundan bir iz. Boyları bir qarış, yeməkləri çox, istidən, soyuqdan, qorxuları yox. Yacuculardan söhbət edir. Dişdən, dırnaqdan da yırtıcı heyvan, qana hərisdirlər onlar hər zaman. Yeyinlikdə üstün gələrlər yelə, poladı deşərlər dırnaqlar ilə. Yeməkdə, içməkdə naşükürdülər. Allahı tanımaz orada bir nəfər. Onların yerində bir cüt ot bitər, verər isti ot tək, çox tünd danələr. Hər gecə gündüzdən ondan birazca yeyərək yatarlar elə ordaca. Bir xırman başqa ot versən də əgər, yeyərlər yenə də doymaq bilməzlər. Ayla gün səmada üz-üzə gələcək, onlar qaynaşarlar xırda qurdlar tək. Nə düşsə qorxusuz tutub yeyərlər, bu sayaq ay yarı olana qədər. Göydə ay keçilib olanda yarı, azalar bir qədər iştahaları. Qara buludlardan ildə bir kərə, böyük bir əjdaha düşər o yerə. Yaman yekə olur həmin o heyvan, yacucular doyunca yeyərlər ondan. Göydən düşən əjdahadan. Yıxılıb qalarlar bir aya qədər. Sərxoş tək yatarlar, heç nə yeməzlər. Köklə otdan başqa bilməzlər yemək, kök və ot. Xəstəlik görməzlər ölən günədək. Arabir hücumla talayıb bizi, xaraba qoyarlar evlərimizi. Qoyun quzumuzu aparıb onlar, yeyərlər nə qədər azuqəmiz var. Bu it sifətlərdən qorxduğu qədər canavardan qorxmaz bizim sürülər. Bizləri qırmaq üçün edərlər qovğa, didərgin salarlar yurtdan uzağa. Biz uca dağlara qaçıb qorxudan, quş tək ağaclarda salarıq məkan. Ancaq ayaqları süstür bir qədər. Ardımızca dağa çıxa bilməzlər. Deməli, onların ardınca dağa çıxa bilmirmiş. Bu böyük bəlanı bizdən əgərsən, dəf etsən çox böyük səvab edərsən. İskəndər bildi ki, zordur yacucular. Yəqin hər birində bir fil gücü var. Bir səd ucaltdı ki, orada poladdan olmaz həşrə qədər onu dağıdan. Deməli, bir səd ucaldır.
Ona uca bəxti köməklik etdi, tikilib qurtardı İskəndər səddi. Dönüb bir şəhərə gəldi şah oradan, axtarıb tapmadı orada bir insan. Yenə səfərinə davam etdi şah, köçməyə başladı oradan qərargah. Bu işdən keçəndə bir xeyli müddət, bir ay dağlar, çöllər aşıb nəhayət. Gözəl bir mənzildə məskən saldılar. Bu yerdən hamısı məmnun qaldılar. Bir yol töhfəsi tək. Deməlidir ki, bu yerdə hamısı məmnun qaldılar və gözəl bir mənzilə məskən saldılar. Bu yerdən hamısı məmnun qaldılar. Bir aydan sonra bir ay yol gedirlər və bir mənzil tapırlar. Bir yol töhfəsi tək böyük hökmran göstərdi qoşuna şəhəri uzaqdan. Başqa cürə idi burada təbiət. Su ilə, əkinlə tapmışdı zinət. Hasarsız, divarsız bağlardı hər yan. Bol-bol sürü vardı, yoxdu bir çoban. Qoşundan birisi tər meyvələrə əlini uzadıb istədi dərə. Həmin meyvələrdən birini dərcək, bədəni qıc olub qaldı kaman tək. Başqa bir atlı da qoyun tutanda onu bərk qızdırma tutdu bir anda. Deməli, qoşunlardan biri də bir nəfər istəyir ki, bu meyvələrdən birini yesin və o zaman qıc olur. Başqa bir atlı da deyir, qoyun tutmaq istəyəndə onu da deyir, bərk qızdırma tutdu. İskəndər bax bunlar ibrətdir deyə əlini vurmadı orada heç nəyə. Qoşuna əmr edib şah dedi, heç kəs özgənin bağına toxuna bilməz. Tələsik gedərək oradan bir qədər o axar baxarlı yerdən keçdilər. Cənnət tək nemətli bol-bol firavan bir şəhər gördülər onlar uzaqdan. Gəlib darvazaya çatdı İskəndər, gördü ki, qapıdan yoxdur bir əsər. Müdrik qocalarla girdi şəhərə, baş vurdu onlarla burada hər yerə. Gördü çox bəzəkli, dolu dükanlar, ancaq nə qapısı, nə qıfılı var. Nəcib şəhər əhli onu görən tək çıxdı qarşısına təzim edərək. Gətirdilər qəsrə bir mehman kimi, saray zinətli idi asiman kimi. Süfrə bəzədilər, büsat qurdular, özləri xidmətdə hazır durdular. Pərəstiş etdilər ona, mehmanlara, əhsən qonaq sevən bu insanlara. Süfrəni bəyəndi böyük hökmdar, onlar fərəhlənib çox şad oldular. İskəndər soruşdu, nə üçün sizlər qorxu bilməzsiniz heç zərrə qədər? Deməli, onlardan soruşur ki, siz heç nədən qorxu bilmirsiniz, niyə belə? Yəni, niyə beləsiz? Nə üçün burada belə arxayınlıq var? Nə üçün qıfılsızdır burada qapılar? Yoxdur heç bir bağda keşikçi bağban, nə üçün sürünüzü güdməz bir çoban? Çobansız sürülər nədir bir belə? Baxdıqca yayılıb düzənə çölə. Belə arxayınlıq, laqeydlik nədir? Sizin inamınız deyin kimədir? Ədalət yurdunun ağsaqqalları bir də məth eləyib o hökmdarı. Dedilər, başına tac qoyan Allah. Ömrünü payidar eləsin ey şah. İşində haqq sənə havadar olsun. Şöhrətli adına hünər yar olsun. Bizim güzaranı sordu hökmran, buyurub dinləsin, biz edək bəyan. Doğrusu budur ki, bizlər qədimdən bu dağı, bu çölü etmişik məskən. Fağır bir tayfayıq, həm də dinpərvər, düzlükdən keçmərik əsla tük qədər. Əyri dolanmaqla yoxdur işimiz, düzlükdən başqa yol tanımırıq biz. Əyrilik yoluna çəkmişik hasar, düzlüklə olmuşuq əzabdan kənar. Yəni biz deyir, əyri yola qarşı hasar çəkmişik, düzlüklə deyir olmuşuq əzabdan kənar. Yalan gətirmərik biz dilimizə, əyri yuxular da görünməz bizə. Faydasız etmərik heç sorğu sual, çünki Allaha da xoş getməz bu hal. Allahdan nə gəlsə edərik şükür, çünki narazılıq naşükürlüdür. Biz razı qalarıq nə gəlsə həqdən, düşmənlik edərmi pərəstiş edən. Acizin dərdinə edərik çara, xilas eləyərik düşərsə dara. Bizim aramızda bilsək ki, əgər birinə bir işdə yetişib zərər, biz öz kisəmizdən onu ödərik, verib mayasını təmin edərik. Bizdə bərabərdir hamının varı, bərabər bölərik bütün malları. Bizdə artıq deyil heç kəsdən heç kəs. Bizdə ağlayana heç kimsə gülməz. Oğrudan qorxmarıq biz nə şəhərdə, keşikçi qoyarıq, nə də çöllərdə. Oğurluq eləməz bizdə bir nəfər. Oğurlaya bilməz bizdən özgələr. Nə zəncir, nə qıfıl görər qapılar.
Gözətçisiz olar bizim mal davar. Bizim uşaqları böyüdər Allah, naxıra şir, pələng toxunmaz əsla. Bizim bir qoyuna dəysə canavar, ordaca gəbərib yerində qalar. Kim dərsə bir sümbül bizim əkindən, kim dərsə deyir bir sümbül bizim əkindən, qəfil bir ox dəyər düz ürəyindən. Biz əkin zamanı səpərək dəni, haqqa tapşırarıq sonra əkəni. 6 ay olarıq əkindən uzaq, bir də biçim vaxtı gələrik ancaq. Bizim bərəkətli münbit zəmilər düz 1-ə 700 məhsul getirər. 1-ə 700. Bir yaxud 100 belə işi bacarsaq, Allaha təvəkkül edərik ancaq. Bizi hifz eləyən Allahdır, Allah. Biz yalnız Allaha gətiririk pənah. Xəbərçilik bilməz bir nəfərimiz, özgənin eyvana göz yumarıq biz. Özgənin eyvana göz yumarıq biz. Birini qəzəbli, acıqlı görsək, ona məsləhətlə elərik kömək. Heç kəsi pis yola əsla çəkmərik, fitnə axtarmarıq, qanda tökmərik. Dərdlinin dərdinə olarıq şərik, şad olsa onunla şadlıq edərik. Qızıla, gümüşə aldanmaz heç kəs, bunlar bizim yerdə bir şeyə dəyməz. Xəsislik bilmərik dünyada bizlər, zorlaşıq almarıq bir arpa qədər. Bizdən qaçmaz əsla vəhşi heyvanlar, vermərik onlara əziyyət, azar. Ehtiyac olanda gür, cüyür, ceyran. Özləri axışıb girər qapıdan, hətta deyir ceyranların, cüyürlərin deyir özləri gəlib bizim qapımıza girər. Ovlanmaq istəsək onlardan əgər, ovlarıq ehtiyac duyulan qədər. Lazım olmayanı biz nahaq yerə qırmarıq, zinətdir onlar çöllərə. Nə öküz, nə eşək kimi yeyərik, nə də ağzımızı möhürləyərik. Süfrəyə hər cürə nemət düşsələr, yeyərik gözümüz qalana qədər. Bizdə cavanlardan ölüm uzaqdır. Ölüm çox yaşamış qocaya haqdır. Ölüyə biz əsla saxlamarıq yaz, deməli ölülərə də yaz saxlamırlar. Bilirik ki, dərdə bir çarə olmaz. Üzə deyilməyən bir sözü heç kəs bizlərdə qaydadır, dalda da deməz. Demək, kiminsə arxasıca da danışmazlarmış. Kim nə cür dolanır, danışmarıq biz, kimsənin işinə qarışmarıq biz. Naşükür deyilik qismətimizə, razıyıq qəzadan nə gəlsə bizə. Allahın lütf edib verdiyi şeyə, demərik bu hardan, bu belə niyə? Bizimlə birlikdə o adam yaşar ki, ola bilmə bizim tək təmiz pəhrizkar. Tutduğumuz yoldan çıxsa bir insan, kim olsa qovarıq öz aramızdan. İskəndər bu qayda qanunu görcək, duruxub dayandı divanələr tək. Çünki belə şeyi nə görmüş, nə də oxumuş idi Xosrovnamədə. Öz-özünə dedi, Arifsən, əgər qoy sənə bir ibrət olsun bu sirlər. Yəni Xosrovnaməni də oxuyub, amma belə şeyləri orada belə rast gəlməyib. Dünyanı gəzmərəm mən daha bəsdir. Hər ovlaqda bir tor qurmaq əbəsdir. Bütün biliklərim qalsın bir yana, bunların söhbəti bəs elər mənə. Elə bir dünyanı o pərverdigar bu mərd insanlar üçün etmiş bərqərar. Bunlar şövkət vermiş aləmə yəqin. Sütunu bunlardır bütün aləmin. Düz yaşayış yolu budursa əgər, insan bunlardırsa biz nəyik bizlər? Bəs biz nəyik? Daha doğrusu insandır bunlardırsa, bəs nəyik bizlər? Bizi haqq göndərib çölə, dənizə, qəsdi göstərməkmiş bunları bizə. Bizi deyir, yəni onlar çölə çıxıblar da, belə gəzməyə, səfərə çıxıblar. Bizi deyir, elə bura göndərən deyir, haqq imiş, Allah imiş ki, qəsdən ki, görün də, yəni belə insanlar da var imiş həyatda. Vəhşi adətlərə eləyib nifrət, öyrənək bunlardan ayin, mərifət. Bunları əvvəldən görsəydim əgər, dünyanı bu qədər gəzməzdim hədər. Baxın nə deyir. Tapardım özümə dağda bir kaha, ibadət eylərdim orada Allaha. Bunlar tək asudə ömür edərdim mən. Dinim də olardı həmin bu dindən. İskəndər görəndə onları dindar, peyğəmbərliyini etmədi izhar. Yəni, hətta peyğəmbər olduğunu da demədi. Yəqin ki, utanır. Görəndə onları əməli salih, xəzinə bəxş etdi o böyük fatih. Qayıtdı geriyə oradan fərəhlə, qoşunu dəniz tək yönəltdi çölə. Bayraqlar qaldırdı Rum ipəyindən, alxara geyindi, sanki çöl çəmən. Tutdu qarışqa tək qoşunu hər yanı,
Dərəni, təpəni, düzü, ormanı. Hara iz saldısa atının nalı, sildi o yerlərdən dərdi, məlalı. Və gəldi növbəti hissə İskəndərin vəsiyyəti. Əcəl yetişəndə tapıb bəhanə, insana min əzab verər zəmanə. Rüzgardan o qədər inciyər insan, özü ölümünü istər Allahdan. Əl atmadıqları tədbir qalmadı. Rəylərdən bir fayda hasil olmadı. Deməli, nə qədər tədbir tökdülər, bir faydası olmadı. Çırağın əcəli çatıbsa əgər, ona öz yağı da yetirər zərər. Çürümüş bir meyvə ağacda durmaz, düşəcək tərpənsə budaqda biraz. Ən mahir, ən ustad təbib heç zaman tapa bilməmişdir ölümə dərman. Baxın, ən mahir, ən ustad təbib heç zaman tapa bilməmişdir ölümə dərman. Göyün hesabına bələd olanlar saldılar hesaba, göydə hər nə var. Onun taleyini gördülər nursuz, ondan uzaqdaydı bəxt açan ulduz. Deməli, deyir, göyün hesabına bələd olanlar saldılar hesaba, göydə hər nə var. Onun taleyini gördülər nursuz. Ondan uzaqdaydı bəxt açan ulduz. Onun qismətinə baxırlar, görürlər ki, yox da, ümid yoxdur. Heç elə bir ulduz yoxdur ki, onun göstərmiş olaydı ömrünü uzun. Taleyi səmada bəd görən zaman, münəccim özü də əsdi qorxudan. Deməli, münəccim burada baxır onun taleyinə. Önündə aynaya baxdı İskəndər. Baxdı vücuduna, yetirdi nəzər. Gördü ki, bədəni tük tək incəlib, qaçmaq istəyən can dodağa gəlib. Nə qəlbdə qüvvə var, nə canda taqət. Əyilmiş əvvəlki o sərv qamət. O öz ölümünü gözü ilə görəcək, özü öz halına ağladı şam tək. Yaxın dostlarını dəvət elədi, ürək sözlərini onlara dedi. Yaxın dostlarına deyir. Gəmim dar girdaba düşdü, a dostlar. Ölüm ağzı açıq, nəhəng tək durar. Köçmək vaxtı gəldi bu düşərgədən. Başqa bir ovlağa getməliyəm mən. Nə fələk mənimlə xoş rəftar oldu. Dağda daşda mənə pərəstar oldu. İndi düşmən oldu o haqq sayda, dəyişdi rəftarı günəş də ayda. Rüzgar gözlərimdə çənə bürünür. Bu dardan çıxmağım müşkül görünür, yəni çətin görünür. Nə çarə qılım ki, oldum dərdmənd, bu fələk tacıma atıbdır kəmənd. Hardadır çatdırın xəzinədara, bəlkə rüşvət verib məni qurtara. Baxın, görün nədir, hardadır çatdırın xəzinədara, bəlkə rüşvət verib məni qurtara. Yəni, artıq görür ki, ölümün qarşısında aciz qalıb. Mənim od qılınclı qoşunum hanı, qovsun canımdakı bu qızdırmanı. Ölümünün səbəbi də nə olur? Qızdırma. Baxın, bu əsas məqamlardan biridir. Ən qorxunc divləri tutub ram edən, təxti tac sahibi İskəndərəm mən. Təxti tac sahibi İskəndərəm mən. Qılınca qurşandım, kəmər bağladım, bütün qulaqlara çatmışdır adım. Zəhərli qılıncla tufan edib mən, tozlar qaldırmışam bəhri gülzümdən. Böyüdüb çoxunu etdim hökmran, çox qoyun almışam qurdlar ağzından. Çox-çox sınıqları mən calamışam, çox-çox bütövləri parçalamışam. Zülmü ədalətlə eləyib əvəz, müşküllər həll edim, hesaba gəlməz. Günnücdən gülzümə oldum hökmran. Hardan? Günnücdən gülzümə oldum hökmran. Şimşək qılıncımı gördü qirəvan. O qılınc dönübdür indi zəncirə, ömrümü tor kimi salıbdır girə. Çox dağlar, dənizlər keçmişəm, heç kəs dünyanı mənim tək seyr edə bilməz. Yudum məcusluğu dünya üzündən, yəqin ki, məyusluğu yazmaq istəyir. Rus dənizində də od qaladım mən. Mən hansı bir yerə etdimsə səfər, ədalətlə bilik qazandı ellər. Hansı yerədir səfər elədimsə, oradır ədalət və bilik. Neynədir?
o yerlər deyir, ədalətlə bilik qazandı. Nə gördün deyərək sorsalar əgər, deyərəm sanki heç etmədim səfər. Dünyanı görmədən torpağa girən bir günlük körpəyə bənzəyirəm mən. Dünyanı boşa-boş gəzmişəm özüm, başa-baş gəzmişəm özüm. Hələ ki dünyadan doymayıb gözüm. Deməli, dünyanı deyir başa-baş gəzmişəm, amma deyir hələ də dünyadan gözüm doymayıb. Bütün biliklərdən dərsimi aldım, ölümün əlində heyif, aciz qaldım. Özü də etiraf edir ki, bütündür dünyanı gəzən mən ölümün qarşısında aciz qalmışam. Çox azğın zalımı çəksəm də dara, bu namərd ölümə tapmadım çara. Əlini o yanan ürəyinə bas. Zaman etsin səni bu oddan kənar. Hələ bura yox, burada qalmışıq ki bir dəqiqə. Çoxuna mərhəmət lütf eyləmişəm. Görən də olubdur əlimdən sitəm. Zalim olmuşamsa əfv edin məni. Mən də öldürmüşəm çox zülm edəni. Tabutum torpağa olanda təslim, pak ruhum paklara qovuşar mənim. Başa kül sovrulmaq əvəzində siz mənim üçün Allaha dua ediniz. Bunları söyləyib almadı cavab, yenə yatağına sərildi bitab. İskəndərin anasına məktub yazması, görək nə məktubu yazır. Gecə köçüb getdi, ağladı şəbnəm, günəş şəfəq saçıb güləndə aləm. Artdı İskəndərin ahı naləsi, ucaldı çalınan zənglərin səsi. Hər dərdə yüz çarə bilən Ərəstun bu dərdin önündə çarəsiz durdu. Ərəstun belə deyir, bu dərdin önündə çarəsiz durdu. Sanki ərimişdi şah səhərədək, 27-ci gecəki ay tək. Anası yadına düşdü İskəndər, sarsıldı ürəkdən, oldu mükəddər. Buyurdu hüzura ağıllı zirək, Rumlu katiblərdən biri gələrək. Qələmi qapqara hisslə doldurub, əziz anasına yazsın bir məktub. Ana dili kimi şirin dili ilə ona and verərək başlasın belə. Anacan, sən məni eyləyəndə yad, sıxma ürəyini, qoparma fəryad. Bu anasına olan vəsiyyətidir. Daha doğrusu anasına olan məktubudur. Anacan, sən məni eyləyəndə yad, sıxma ürəyini, qoparma fəryad. Böyük yaradana gətirib dilə, katib məktubunu başladı belə. Məndən İskəndərdən bu namə getsin. 4 yox, bircə olan anama yetsin. Anacan, qətrəyə döndüsə çeşmə, su qabı suda da sınar, qəm çəkmə. Ağacdan düşdüsə bir qızıl alma, narınc tək rövnəqdən düşüb saralma. Soldu sarı gülün getdi növrağı, qalsın qızıl gülün yaşıl budağı. Anacan, bu sözə inanmıram mən, məhəbbət könüldə çox olur dildən. Eşidib od tutar sinəndə ürək, ki şahlar gülünü aparıb külək. Yanma bəslədiyin balan qayıtmaz. Əlini oyanan ürəyinə bas, zaman etsin səni bu oddan kənar. Sənə səbr versin o pərverdigar, səni and verirəm əmdiyim südə. O şirin laylayla, o ilk öyüdə, dünyadan gənd getmiş bir övladına, ağlayan ananın o fəryadına. Dinə əməl edən pak insanlara, həmişə hər yerdə dada çatana, can verib can alan o yaradana, anacan bu məktub gəlib çatarkən, çatıb qaşlarını kədərlənməsən. Deməli, onun kədərlənməyini istəmir. Bu dünya fanidir, əbəs ağlama. Mənim üçün yas tutma, qara bağlama. Baxın, bu hissə var. Bu hissə çox düşən məqamlardandır. Dünyanın əzəldən axırı budur, əyilmə ələmdən mətanətlə dur. Dünya bir kimsəyə qalmışsa əgər, səni də qoy üssün bu dərd, bu kədər. Ancaq bu dünyanı fani görəndə, başqalara kimi toxtaq ol, sən də. Yox, əgər bunlara baxmayaraq sən, mənim üçün yasxana qurmaq istəsən, əvvəlcə şahanə bir məclis düzəlt. Gözəl yeməklərdən bir süfrə bəzət. Çağır qonaqlığa xalqı, hər nə var. Bütün gələnləri eylə xəbərdar. Təbirdə adamı yoxsa hər kəsin, buyursun süfrəyə doyunca yesin. Yəni, əgər deyir, ürəyin dözməsə, yenə də deyir, məni üçün yas saxlamaq istəsən, bir süfrə deyir, qur və bütün xalqı, hansı ki deyir, imkanı olmayanları o süfrəyə dəvət elə, qoy doyunca yesinlər. Əgər yemiş olsan onlardan biri, sən də ye dünyada acı qəmləri.
Heç kim o süfrəyə əl uzatmasa, sən də unut qəmi, heç batmayasa. Oğlum ölüb deyə çəkmə heç məlal. Gəl öz işlərinin qeydinəcə qal. 2 qat uzun da olsaydı ömrüm, axır yenə bir gün vardı bu ölüm. Yəni lap deyir, çox yaşasaydım belə yenə öləcəydim. Ən uzun ömür də kifayət deyil. Nə fərqi yaşadın 30 ya 100 il. Əlimdə qalmadı bu saxta saray. Siz də səbr eləyin, salmayın haray. Şəbdizim sıçradı çaydan otaya. Məndən salam olsun dosta, aşnaya. Bizi azad etdi zindandan fələk. Hamı azad olsun görün bizim tək. Məktubu yazdırıb o yola saldı. Özü də cənnətə sarı yol aldı. Məktubu yazdırıb, bax özü yazmır ha, katibə yazdırır. Özü də cənnətə sarı yol aldı. Dolanıb görmüşdü o bir çox yeri, başqa bir yerdə idi indi səfəri. Tufan başlayarsa ağlama, qisas, balıq tək üzənlər əsla qərq olmaz. İpək karxanası bil bu dünyanı, orada hərlənən çox tağalaq var. Biri boşalanda o biri dolar. Dünyanın sirrini boşdur axtarmaq. Üstü tüstü duman, altı toz torpaq. Bu tozdan, tüstüdən görünür hər an. Çarpışır, vuruşur yerlə asiman. Sazişə gəlsəydi göylə yer, əgər bizi yer üzündən süpürməzdilər. Nizami, gəl qurtar axır sözünü. Qurtarma özgəni, nə də özünü. Bax, burada Nizamiyə də müraciət var. Qorxutma özgəni, nə də özünü. Sultanın bəzminə gedəndə mehman, yolun yarısında olma peşiman. Eşit sözlərini huşu güş ilə, acı badəsini alıb nuş elə. İskəndər bu camdan murada çatıb, içi bu badəni əbədi yatıb. Sultan sağlığına kim içsə şərab, nuş olsun, içənlər olsun feyziyab. Deməli, bu qədər. Sağ olun, salamat qalın.